Hörmətli həmkarım, xanım nazir, hörmətli dövlət rəsmiləri, nümayəndə heyətinin üzvləri, dəyərli media nümayəndələri, xanımlar və cənablar, ilk olaraq mən Sloveniya Respublikasının baş nazirinin müavini, xarici işlər və Avropa naziri xanım Tanya Fayonu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaq istərdim. Biz həmkarımla hər zaman beynəlxalq tədbirlər çərçivəsində birgə olmağımızdan istifadə edirik və iki ölkə arasında olan münasibətlərin müzakirəsini aparmaq məqsədi ilə görüşlər keçiririk. Son görüşümüz dekabr ayında ATƏT Nazirlər Şurasının iclasında baş tutmuşdur. Bugün isə daha geniş formatda və ətraflı müzakirə aparmaq imkanımız oldu. 2022-26-cı ildə ölkələrimiz arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyini qeyd edəcəyik və bu tarixə, bu ərəfiyə biz iki tərəfli münasibətlərimizdə dostluq abu havası, qarşılıqlı hörmət, bir-birinin maraqlarına diqqətlə və hörmətlə yanaşma prinsiplərindən ibarət olaraq yaxınlaşırıq. Bugün görüşlər əsnasında həm tete-a-tete formatda, həm geniş tərkibli görüşdə bu dialoqu intensivləşdirmək və onu həyata keçirtmək məqsədi ilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, eyni zamanda Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin rolu qeyd olundu və 2025-ci ilin fevral ayında belə bir siyasi məsləhətləşmələr Azərbaycanda təşkil edilmişdir və uğurla keçirilmişdir. Ölkələrimiz arasında hüquq müqavilə bazasının zənginləşdirilməsi əhəmiyyəti vurğulandı və böyük məmnunluqla bugün ilk dəfə keçirilən iki ölkə arasında iqtisadi sahədə birgə işçi qrupun görüşünün önəmi qeyd edildi. Görüş əsnasında təbii ki, biz o cümlədən Balkanlarda, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, ümumi gedən proseslər barədə müzakirə apara bildik. Eyni zamanda həm iki ölkə üçün önəm təşkil edən qlobal miqyasda gedən proseslər, qlobal təhlükəsizlik mövzuları da bugün diqqət mərkəzində oldu. İki tərəfli münasibətlərimiz kontekstində iqtisadi sahəyə xüsusi diqqət yetirildi. Ötən ilin statistikasına nəzər salanda biz təbii ki, bu rəqəmlərlə və bu dinamika ilə qane ola bilmərik. Ötən il ticarət dövriyyəmiz yalnız 30 milyon ABŞ dolları həcmində olub. Ancaq müsbət məqam ondan ibarətdir ki, son dövrdə bir neçə çox önəmli inkişaflar baş verib və onlar çox təqdirə layiqdir. Bunların sırasında ilk olaraq ötən ilin iyul ayında Azərbaycanın SOCAR şirkəti ilə Sloveniyanın Bioplin şirkəti arasında qaz təchizatı sahəsində imzalanmış sazişi biz qeyd etmək istərdik. Eyni zamanda həmin bu inkişafın davamı olaraq son günlər ərzində Azərbaycanda Cənub Qaz dəhlizi Məşvərət Şurasının 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclası kontekstində iki ölkənin energetika nazirlikləri arasında imzalanmış anlaşma memorandumunu xüsusi olaraq qeyd etmək istəyirik və bunun nəticəsi olaraq Sloveniyada artıq Azərbaycan
qazının alıcıları siyahısına daxil edilmişdir və eyni zamanda Azərbaycan qazının coğrafiyası o cümlədən Sloveniyaya qədər uzanmışdır. Biz biznes imkanları barədə danışarkən o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa, quruculuq və yenidən qurma işləri barədə hörmətli həmkarlarımıza məlumat verdik və hesab edirik ki, Sloveniya şirkətləri üçün də orada yaxşı imkanlar mövcuddur. Xüsusi müzakirələrimiz zamanı Şərq-Qərb orta dəhlizin potensialı qeyd edildi və bu istiqamətdə ölkəmiz tərəfindən atılan əməli addımlar, marşrutun yük ötürmə qabiliyyətinin artırılması, son illər bu istiqamətdə müşahidə edilən və davamlı müsbət dinamika və belə olan təqdirdə bu sahədə də əməkdaşlıq imkanları, perspektivləri qeyd edildi. Şərq-Qərb orta dəhlizi barədə danışarkən eyni zamanda Bakı ticarət limanının bilavasitə yaxınlarında yerləşən Ələt sərbəst iqtisadi zonanın potensialı və orada birgə istehsal potensialları barədə də fikir bildirildi. Bu günləri müsbət məqam ondan ibarətdir ki, birgə işçi qrupu iclasının davamı olaraq o cümlədən iki ölkənin şirkətlərinin iştirakı ilə birlikdə biznes forumda keçiriləcək və hesab edirik ki, burada da əməli layihələr barədə maraqlı müzakirələr aparılacaq və ilkin məlumat ondan ibarət ki, artıq şirkətlər arasında hansısa ilkin razılaşmalar da mövcuddur. Humanitar sahə ölkələrimiz arasında hər zaman prioritet istiqamətlərdən biridir. Hesab edirik ki, təhsil, elm, mədəniyyət sahələri, turizm sahəsi ölkələrimizin əməkdaşlığının genişləndirilməsi üçün çox böyük imkanlar və fürsətlər mövcuddur. Sloveniyanın faşizm əsarətindən qurtulması və faşizm üzərində qələbəyi aparan yolda ölkəmizin qəhrəman oğlu Mehdi Hüseynzadə məhz bu hərəkatın ən parlaq simalarından biri olaraq öz həyatını Sloveniyada qurban vermişdir və bununla da iki ölkə arasında 80 ildən artıq olan bir müddət bundan öncə xüsusi bir körpü və bağlar yaratmışdır. Böyük İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illik yubileyi ərəfəsində biz həm Sloveniyada əfsanəvi Mikhailonun xatirəsinə olan böyük rəğbət və ehtiramın şahidi Azərbaycandan Sloveniyaya gedən çox sayılı nümayəndə heyətləri hər zaman bunun şahidi olur və mən bu istiqamətdə, bu mənada öz həm məmnunluğumuzu bildirmək istərdim, eyni zamanda Sloveniya tərəfinə təşəkkür etmək istərdim və təsadüfi deyil ki, bugün də xanım nazir Azərbaycana səfəri çərçivəsində o cümlədən Mehdi Hüseynzadənin abidəsini ziyarət etmişdir və bununla da onun irsinə, onun xatirəsinə öz hörmətini ifadə etmişdir. Hörmətli xanımlar və cənablar, bugün müzakirələrimiz kontekstində təbii ki, mən ətraflı şəkildə hörmətli həmkarıma bölgədə olan vəziyyət, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsindən sonra regionda yaranan yeni reallıqlar, yeni fürsətlər və bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar barədə ətraflı məlumat verdim. Bu barədə biz həm sülh sazişi ətrafında son illər ərzində gedən proseslər, mart ayında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması, Azərbaycan tərəfinin uzun müddət ərzində bu istiqamətdə prosesin tam yekunlaşdırılması üçün
olan gözləntilərini, legitim gözləntilərini Ermənistandan bir daha müzakirə etmə imkanımız oldu. Bildiyiniz kimi bu ilk növbədə Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən ərazi iddialarının aradan götürülməsi, eyni zamanda artıq tarixə qovuşmuş, belə demək olarsa, Minsk qrupunun da tam ləğv olunması proseslərini özündə ehtiva edir. Digər istiqamətlərlə bağlı həm delimitasiya, iki ölkə arasında olan dövlət sərhədinə dair delimitasiya prosesi barədə fikir mübadiləsi aparıldı. Hələ də kommunikasiyaların açılması və xüsusi olaraq Azərbaycanın qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin hələ də təmin edilməməsi və bu mövzunun açıq olması barədə fikir mübadiləsi aparıldı. İşğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq prosesləri, keçmiş məcburi köçünlərin həmin ərazilərə geri qayıdışı, orada gedən proseslər və həmin proseslərə ən böyük maneə və təhdid olan mina təhlükəsi, mina təhlükəsindən bu müddət ərzində əfsuslar olsun ki, Azərbaycan tərəfindən insanlarımızın verdiyi qurbanlar və bu davamlı proses barədə fikir mübadiləsi apardıq. Eyni zamanda mina təmizləmə sahəsində də iki ölkə arasında əməkdaşlıq perspektivləri və imkanları barədə də müzakirə apardıq. Ümumilikdə hesab edirəm ki, bugün Sloveniya Respublikasının Xarici İşlər və Avropa naziri ilə apardığımız müzakirələr çox faydalı oldu və hesab edirəm ki, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi, onun şaxələnməsi istiqamətində xanım nazirin bu səfərinin çox böyük və müsbət əhəmiyyəti olacaqdır. Mən burada çıxışma son verərək böyük məmnuniyyətlə sözü Sloveniya Respublikasının Xarici İşlər və Avropa naziri xanım Tanya Fayon'a vermək istərdim. Buyurun. Thank you so much. Good afternoon. Sağ olun və gün ortanız xeyir olsun. Hər şeydən əvvəl səmimi qəlbdən təşəkkür etmək istəyərdim. Çox gözəl qonaqpərvərliyə görə hörmətli cənab nazir Ceyhun Bayramova və Cənab Prezident və bütün ölkəyə qonaqpərvərliyə görə təşəkkür etmək istəyərdim. Qeyd etdiyiniz kimi ilk dəfədir ki, rəsmi səfər edirəm ölkəyə və bu doğrudan da çox gözəl bir imkandır ki, biz əməkdaşlığımızı genişləndirək, iki dost ölkə arasında əməkdaşlığı genişləndirək ki, fevral ayında, gələn ilin fevral ayında diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik və görmək çox xoşdur ki, siyasi dialoq, məsləhətləşmələr ölkələrimiz arasında mövcuddur. Son məsləhətləşmələr bu ilin fevral ayında Bakıda keçirilmişdi və bu gün çox xoşdur ki, biz bu biznes forumu ilə davam etdirilmiş olacaqdır. Biznes nümayəndə heyəti Sloveniyada mənimlə birlikdə gəlmişdi nümayəndə heyətinin tərkibində. Biz iqtisadi cəhətdən birgə işçi qrupu öz iclasını keçirəcəkdir. Nəzərdən keçirəcəkdir ki, görsün ticarət sahəsində hansı imkanlarımız vardır əməkdaşlıq etmək üçün. Doğrudan da inanıram ki, hər iki tərəfdən çox böyük potensial vardır. Çox sevinirəm görməyə ki, biz yaxınlarda anlaşma memorandumu imzalamışıq enerji sahəsində. Enerji naziri Bakıda olmuşdur və o bizə bildirmişdir ki, bu enerji sahəsində əməkdaşlıq sadəcə enerji və qaz sahəsində iki şirkət arasında əməkdaşlıqla qənaətlənməməliyik, iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq etməliyik. Biz ənənəvi olaraq daha çox əməkdaşlıq etmək istəyərdik. Tikinti, kiçik bir su elektrik stansiyasının tikilməsi, biz
eyni zamanda elm sahəsi qeyd olundu, turizm, bütün bu sahələr o sahələrdir ki, o sahələrlə bağlı bizim şirkətlər artıq maraq ifadə ediblər ki, o sahələrdə əməkdaşlıq etmək istəyirlər. Ona görə də Business Forum biz təşkil etmişik. Ümid edirik ki, müəyyən kontraktlar imzalanacaqdır. Kosmos texnologiyası, ətraf mühit məsələləri, hər ilki ölkə iqlim məsələlərinə çox böyük diqqət verir və bu yaxınlarda keçirilmiş COP29 ilə bağlı Bakını təbrik etmək istəyirəm. Bu iqlim samiti zamanı doğrudan da yüksək səviyyədə bir dayanışmanın şahidi olmuş olduq. Bu gələcəkdə iqlim məsələləri ilə bağlı bu toplantının əhəmiyyəti vacib idi və inanıram ki, Azərbaycanın mövqeyi çox strateji bir mövqedir və ona görə də bütün biznes fəaliyyətlərimizi burada genişləndirmək bizim üçün vacibdir. Humanitar sahəni də cənab nazir qeyd etdi və bu sahədə əməkdaşlıq əlbəttə çox vacibdir. Bizim artıq yaxşı əlaqələrimiz mövcuddur. Humanitar sahədə minalardan təmizləmə sahəsində illərdir ki, biz əməkdaşlıq edirik. Humanitar minalardan təmizləmə sahəsində bizim əməkdaşlığın Azərbaycanla davam etdirilməsində biz maraqlıyıq. Mən eyni zamanda qeyd etmək istəyərdim ki, bəli, ola bilsin ki, bizim regiondan, Qərbi Balkandan və ya Cənubi Avropadan Cənubi Qafqaza gələndə biz çox, hər ikisində çox mürəkkəb geosiyasi vəziyyət vardır. Biz çox maraqlıyıq ki, bir ölkə olaraq Sloveniya əlbəttə ki, beynəlxalq hüquqa hörmət bəsləyən bir, BMT-nin nizamnaməsinə hörmət bəsləyən bir qurumdur. Biz ona görə də buradakı təhlükəsizlik məsələlərinin nədən ibarət olduğu, regional təhlükəsizlik məsələlərinin bütün dünyada nədən ibarət olduğunu çox diqqətlə qulaq asırıq. Azərbaycana səfərim çox vaxtında həyata keçirilir. Cənab nazir və bugün səhər cənab prezident regiondakı vəziyyətlə bağlı mənə məlumat verdilər, xüsusilə sülh sazişi ilə bağlı, Qarabağ sülh sazişi ilə bağlı məlumat verdilər. Hər iki ölkə arasında sülhün bərqərar olmasında biz maraqlıyıq. Mən alqışlayıram sülh sazişi layihəsinin yekunlaşmasını alqışlayıram və hər iki tərəfi lazım addımları atmağa və sülh sazişini mümkün qədər tez şəkildə imzalamağa dəvət edirəm. Biz sülhün əlbəttə ki, region üçün faydaları olacaqdır və eyni zamanda müxtəlif ticarət təşəbbüsləri üçün həm region, həm də ondan kənarda çox faydası olacaqdır. Orta Asiya və Avropanın birləşdirilməsi üçün bu kommunikasiyaların açılması böyük əhəmiyyətli olacaqdır. Şərq və Qərbi birləşdirmək üçün çox maraqlı bir kommunikasiya kanalı olacaqdır. Bizim üçün də, bizim də burada marağımız vardır. Bizə bildirildi ki, bizdə ən maraqlı limanlardan biri var bizdə. Ən qısa bir dəniz yolu ilə birləşməni Asiyadan Avropaya əlaqəni qurmaq üçün Qərbi Balkanlardan keçməklə, bizim vasitəmizlə bu qısa yolu bizim ərazimizdən keçməklə, dəniz yolu ilə qurmaq mümkündür. Bizim imkanımız oldu ki, biz Ukraynadakı müharibə məsələsini müzakirə edək. Əlbəttə ki, digər dünyada baş verən çağırışları nəzərdən keçirək. Əlbəttə ki, Təhlükəsizlik Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında hələ də yəni biz çox fəal şəkildə iştirak edirik. Mən cənab nazirə təşəkkür etmək istəyirəm. Çox dərindən təhlil etmək imkanı oldu və regiondakı vəziyyətlə bağlı dərin məlumatlar mənə çatdırmış oldu. Sloveniya, yəni bizdə strateji
strateji forum keçiriləcəkdir. Bu dialoq ümid edirəm ki, Sloveniyada strateji forum keçirilən zamanı biz görüşmüş olacağıq. Eyni zamanda beynəlxalq təşkilatların çərçivəsində də görüşəcəyik. Zənit bununla mətbuat konfransı öz işini yekunlaşdırır.